Əvvəla birinci ağla gələn sual ondan ibarətdir ki, ümumiyyətlə hüquq nəzəriyyəsidirmi marksist hüquq nəzəriyyəsi? Çünki marksist hüquq nəzəriyyəsi xeyli dərəcədə baxdığı obyekti yox etməyə hədəfləyən bir düşüncə sistemidir. Marksizmin mahiyyətindən müəyyən qədər də olsa, az da olsa məlumatı olan şəxslər bilirlər ki, o əslində baxdığı predmeti yox etmək, onun cəmiyyətdə gərəksizliyini isbat eləmək istiqaməti götürən bir baxışdır. Çünki belə qəbul edir ki, marksist baxış cəmiyyət inkişafının elə bir mərhələsi gəlib çatacaq ki, artıq orada hüquqa və dövlətə ehtiyac qalmayacaq. Bu düşüncəyə hardan